Və İmam zamanı biz gözləyirik. Dəfələrlə demişik. O ariflərdən biri dedi, gəlirdi, çaqqallar ulaşırdı, canavarlar ulaşırdı dağın üstündə. Dedi, Allah nə olar? Bir dənə onların dilin bilimdə, görüm nə danışır. Bax, bu çox maraqlıdır. Gedi saat 3, ay heyvan, ged qoy başı uyat da. Nə ulaşırsan orada? Toyuğu aparmısan, ətüyü götürmüsən, pervustaro yemişsən, işləmədən, eləmədən. Yat da niyə ulaşırsan, qoymursan yatmağa? Bu nə maraqlıdır? Allahdan istədi, gördü, başladı başına döyməyə. Allahın hikməti çox böyüdür. Bu kişi də dedi, Allah, görüm nə deyir də bunlar. Peşman oldu. Peşman oldu. Elə ki, dedi, Allah buna o bəsirəti verdi, o, necə deyərlər, qulağı verdi ki, çaqqalların, canavarların səsini eşitsin, döydü, başına ağladı. Gördü, canavarlar deyir ki, Allah, hasana qədər biz haram yiyəcək, hasana qədər oğurluğa gedəcək, hasana qədər onun bunun hasarından atlanacaq, hasana qədər şərəfimizi ayaq altına atacaq, nə vaxta qədər biz elə qiymətsiz olacaq, özümüzü bitkə qarnımızdan ötürü onun bunun həyatına, onun bunun bostanına, onun bunun gülləsinə, təpiyinə, söyüşünə tut gələcək. Allah göndər bu zamanı onu yiyəsin, qoy biz tikədə biz də halal çörəyimizi tapaq, yiyək, rahat da yaşayaq.